Məlumat verdiyimiz kimi Rusiyada Azərbaycanlılara qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2 nəfər öldürülüb, çox sayda insan saxlanılıb. Artıq Rusiya Regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə baş idarəsi Yekaterinburqda Azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. Məlumatda Rusiya İstintaq Komitəsinin, Sverdlovsk vilayəti regional idarəsinin, Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının xüsusi çevik hücum dəstəsinin döyüşçülərinin dəstəyi ilə iyunun 27-sində ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib. Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb. Onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakı yoxlanılır. İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilir. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Yekaterinburqda Azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı 2 qardaş Ziyəddin və Hüseyin Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb. Məlumata görə 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayıb. İyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirə salınmaz araşdırma aparılmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.